Siz məgər Allah'ta inanırsınız? Allah həmd olsun, biz Allah'ı layık olduğu mərifətə qədər dərk edirik və durub əgər mən sənə Allah'ta olan sifətləri və Allah'ta olmayan sifətləri sual versəm, sən bilirəm ki, gedib axtarış apararsan və bunun qarşısında aciz qalarsan, cavab verə bilməzsən. Biz həmd olsun ki, Allah'ı heç vaxt, yəni sizin nəzərdə tutduğunuz kimi nəzərdə tutmamışıq, cisimləşdirməmişik, nə bilim, kürsünün üstündə oturtmamışıq və yaxud insan cildinə, nə bilim, ayağı var, əli var, nə bilim, qıvrım saçlı, nə bilim, nələrdir də oxumuşam da sizin tohidinizi və sizin kimi ona məkan qərar verməmişik. Allah həmd olsun, biz Allah'ı yəni Allah'ta olan sifətlər və olmayan sifətlərlə dərk eləmişik və həmd olsun ki, bizim ibadətimiz və bütün ümumiyyətlə yaşayışımız, ölümümüz, hər şey yalnız aləmlərin Rəbbi olan Allah üçündür. Əgər siz Allah tanısaydınız, ən azından sizin əqidənizdə olanları ki, qətl edirlər, sizin əqidənizdə olanları ki, öldürürlər, qadın, nə bilim, uşağı qalmayıb təcavüz eləməsinlər və siz buna görə lal olmuşsunuz, səsinizi çıxartmışsınız və hətta onlarla mübarizə aparmağı belə qadağan bilirsiniz. Görünür kim Allah'ı necə dərk edir. Ələl-xüsus deyirəm ki, mənim həqiqətən sizə yazığım gəlir. Gəlin tövbə eləyin və araşdırın, haqqı tapın, bəlkə nicat tapanlardan oldunuz.